Salam hər kəsə. Biz bugün sizinlə kimya 7-ci sinif 1-ci hissə 4-cü bölmə qarışıqlar mövzusuna baxacağıq. Deməli, orada olan suallarımıza baxacağıq. Deməli, 4.1-də olan qarışıqların növləri. Orada olan fəaliyyət, öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayına baxacağıq. Gəlin başlayaq fəaliyyətdən. Nədir? Hansı maddələrin su ilə qarışdırılmasından homogen, qarışıq, emulsiya və ya suspenziya əmələ gəlir? Deməli, gəlin baxaq. Burada deyir, ləvazimatlarını eləyin. Amma ki, biz elə cavabları belə də yaza bilərik. Mayaq, deməli, qarışıq, deməli, homogen, emulsiya və ya suspenziya yazmalıyıq. Maye yağ. Maye yağ, deməli, duru yağdır da, yəni onu demək istəyir. Su ilə qarışığı, deməli su ilə maye yağ, maye yağ bildiyimiz kimi suda həll olmur. Ona görə ya emulsiya olacaq, ya da suspenziya. Dedik ki, emulsiya maye qarışığıdır, suspenziya isə maye bərk qarışığıdır. Bu da maye qarışığı olduğu üçün biz buna emulsiya yazacağıq, emulsiya. Sonra keçək digərinə, xörək tozu. Xörək tozu isə su ilə qatışdırdıqda xörək tozu bilirik ki, suda həll olur və bu da homogen qarışıq adlanır. Homogen. Sonra aseton. Aseton suda həll olduğuna görə, ona görə buna da homogen yazacağıq. Sonra təbaşir tozu suda həll olmur və bərk maye bərk qarışığına aiddir və suspenziya olacaq, ona görə də suspenziya. Sonra baxaq. Etil spirtdə suda həll olduğuna görə bu olur homogen. Deməli, birinci emulsiya, homogen, suspenziya, homogen. Keçdik öyrəndikləriniz tətbiq edin. Nədir? Su ilə homogen qarışıq, suspenziya və emulsiya əmələ gətirən maddələri müəyyən edin, fikrinizə əsaslanır. Gəlin baxaq. Homogendirsə elə buradan yazaq. Baxın. Homogendirsə H yazarıq. Suspenziyadirsə S yazarıq. Emulsiyadirsə E yazarıq. Deməli. Baxaq. Suda həll olmasına birinci baxaq. Suda həll olunma qlukozu. Bəli, olur. Deməli, bu homogen qarışıqdır. H yazaq. Yəni, hidrogen xlor suda həll olunmur. Deməli, bu da homogen qarışıqdır. H yazdıq. Benzol. Olmur. Olmursa maye yaxud da bərk olmağına baxacaq. Maye isə dedik olacaq emulsiya. Maye qarışığı olur emulsiya. Sonra kalsium karbonat olmur və bərkdirsə olacaq suspenziya. Sonra kalium nitrat. Deməli suda həll olursa bu olur homogen. Sonra sirkə turşusu suda həll olursa bu da olur homogen. Hər ehtiqamla qarşı yenidə yazacaq da buna. Deməli, sonra öyrəndiklərinizi yoxlayın. Deməli, uyğunluğu müəyyən edin, fikrinizi əsaslandırın. Azot və oksigen qarışığıdır. Baxın, gəlin bunları adlandıraq da. Adətən, deməli, bunlar necə olur? Baxın, bu bozlar olur karbon, qırmızılar olur oksigen, bunlar olur N, bu balacalar da olur H, hidrogen yəni. Belə birinə yazaq hidrogen, bəs başa düşərsiz. Deməli, sonra nə olur? Bunlara dedik, bunlar oksigen olur adətən. Bunlar oksigen və bunlar da azot, başqa digər qazlar ola bilər. Baxaq. Azot və oksigen qarışıqdır. Baxın, buna uyğundur. O2, O2, N2, N2, da N2. Deməli, 3 uyğundur. A'ya 3 uyğundur. Amonyak və karbon dioksid qarışıqdır. Baxın, amonyak nədir? NH3. Bu NH3 değil mi? NH3. Baxın, bir dənə azotu var, 3 dənə hidrogen var. 1, 2, 3 dənə. Bu NH3, bu da nədir? CO2. Baxın, bir dənə karbon qazı, yəni karbon, 2 dənə isə oksigen vardı. Deməli, bu CO2 və NH3 qarışığı, bəli, B'yə də birinci gedəcək. Sonra D oksigendir. Baxın, O2, O2, O2. Baxın, bunlar oksigen qazlardan. Bu da
deməli 2-dəki C-yə gedəcək. Deməli keçdik. Şimdi sualımıza cədvəlin hansı sətirlərində işarəsi düzgün? Qarşılıqların tərkibində yalnız bir növ atom ola bilər. Xeyr. Deməli doğruya yazmalıydı. Deməli bunu yanlışa yazır. Amma səhvdir bu. Doğruya. Bir dəqiqə nə deyir? Deyir ki, qarşılıqların tərkibində yalnız bir növ atom olur. Hətta bu yanlışdır uşaqlar. Baxın, düzdür. Deməli bunu düz yazıb. Sonra homogen qarşılıqlarda qarşılığı təşkil edən maddələri gözlə fərqləndirmək olmur. Deməli homogen qarşılığı gözlə fərqləndirmək olmur. Bəli, olmur. Homogen qarşılıqda dedikdə onlar bir-birinə həll olduğu üçün onları gözlə fərqləndirmək olmur. Bunu buraya yazmalıydı. Bu da səhv verilib. Suspensiya suda həll olmayan bərk maddə ilə suyun heterogen qarşılığıdır. Bəli, baxın buna düz verib. Sonra etil spirit və su qarşılığı emulsiyadır. Xeyr, bura qoymalıydı. Bu da ki yanlışdır. Deməli 1-3 doğrunu verib, 1-3 doğru verib, yəni A-nın C doğru verib, 2-4 yəni B-lə D-ni yanlış verib. Sağ olun dostlar, hələlik gələn dərslərdə görüşənədək.